İlk hissədə komanda hesablaşa bilməlisiniz. Bu səbəblərə görə komandanın rəqibin kompakt olması yoxsa futbolçuların ehtiyatlı yer alması? Rəqibin kompakt qiyafə olması da. Bugün rəqibiniz meydana qeyri-rəsmi baş məşqçi ilə çıxdı. Yəni bu cür Azərbaycan Premyer Liqasında yəni sizdə necə təəssürat yarandı, sizə necə təsir edir? Valla bu sualı mən özümə nəsə aid edə bilmədim. Yəni bizim üçün fərqi yoxdur. Rəqibin məşqçisi bizə nəsə bir təsir yoxdur. Sonra qarşıdan kubok oyunu var, sonra yenə çempionat oyunu, sonra ardınca yenə Çempionlar Liqası. Bu sıx qrafiklə bağlı səncə heyət yetərlidirmi? Məncə yetərlidir inşallah ki, yetəri qədər futbolçularımız var. Düzdür, hər halda çətinlik, yorğunluq olacaq, amma yəni hamımız burada komandamız üçün əlimizdən gələni edirik. Neçə futbolçu olsa ki, meydana çıxsa hamı can qoyur, yəni inşallah ki, düşünürəm bəs edəcək. Yəni ən azından çətin olsa da çalışarıq həll edək, üstəsindən gələk inşallah. Çempionlar Liqasında Qarabağın 7 xal var, Ajax'ın 0. Necə düşünürsən? Bunu komandamız üçün üstünlük hesab etmək var. Növbəti rəqib də Ajaxdır. Üstünlük, yəni belə liqada, belə komandalara qarşı nəsə üstünlükdən danışmaq məncə bir qədər yaxşı fikir deyil. Ona görə hər oyuna, yəni rəqiblərə onsuz da yəni dünya səviyyəli rəqiblərdir. Biz yenə də ciddi hazırlaşıb maksimum xal üçün inşallah mübarizə aparacağıq. Play-off şanslarını necə qiymətləndirirsən? Əlbəttə ki, müəyyən şansımız var. Çalışacağıq inşallah bu şanslardan istifadə edək. Yəni maksimum əlimizdən gələni edək ki, yaxşı nəticə qazanaq. Necə düşünürsən, komanda bu son 3 oyunda neçə xal qazana bilərsiniz? Valla belə oturub hesablamamışam. İnşallah maksimum çalışacağıq da nə qədər bacarsaq xal qazanaq. Sağ olun.